Milli Olimpiya Federasiyasının təşkilatçılıqla keçirilir. Çox maraqlıdır onların iş prinsipləri, elə insan onların arasında hətta Qarabağ qayısı da var. Gəlin izləyək ki, görək birinci yerə kim çıxdı? Əlilliyi olan şəxslər arasında ilk dəfə olaraq bərbərlik peşəsi üzrə Milli Olimpiya çempionatı keçirilir. Yarış əlilliyi olan şəxslərin peşə bacarıqlarının üzə çıxarılması, onların cəmiyyətə inteqrasiyası və özünə inamının artırılması məqsədi daşıyır. Yarış iştirakçıları peşəkar münsiflər heyəti qarşısında öz bacarıqlarını nümayiş etdiriblər. Təşkil ediblər yarışmanı. İnşallah bu əlilliyi olan uşaqları gətirmişik yarışmaya. Məhdudiyyəti olan uşaqlardır, nitq qüsurlu uşaqlardan da var, qazilərimizdən də var burada. Layiqli olan uşaqlara da mükafatı veriləcək. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub. Fərqlənən qaliblər isə diplom və medallarla təltif ediliblər. Çempionatda qalib olmağı bacaran Tural Şükürov həm də Vətən müharibəsi qazisidir. Sevinirik ki, əlilliyi olan şəxslər üçün peşə bacarıqlarının göstərilməsi üçün, peşə bacarıqlarında özlərinin tapması üçün şərait yaradıblar. Düşünürəm ki, ölkəmizi layiqincə təmsil edib, beynəlxalq yarışda, turnirlərdə də bərbərlik üzrə birinci yeri inşallah götürəcəyik. İştirakçılar arasında Bakı ilə yanaşı ölkəmizin regionlarından da çıxış edənlər var idi. 10 ildir bu peşə ilə məşğul olan və çempionatda bürünc medal qazanan Cəmaləddin Eldarov belə iştirakçılardandır. Sizə şəhərindən gəlirəm. İlk dəfə də yarışa iştirak edirəm. Təşəkkür edirəm. Bu yarışa görə qatıldığıma görə. İlk dəfə keçirilən bu çempionat bir daha sübut etdi ki, istedad və bacarıq üçün heç bir maneə yoxdur. Əməkdaşımız Orxan Əliyevə təşəkkür edirik bu maraqlı süjetə görə. Gördüyü insanların məşğulluğu artırılması çox vacibdir, xüsusilə əlilliyi olan vətəndaşların. Çox maraqlı saç düzümlərdə gördüm. Yəni görünür ki, istedadlı insanlar var. Çünki saç kəsmək bizdə o da yəni kifayət qədər bacarıq tələb eləyir. Sən öz yanaşmağı, öz istedadını ortaya qoymalısan və bu cür istedadlı gənclərin olduğu bir cəmiyyətdə onlara biz mütləq şəkildə şərait yaratmalıyıq ki, onlar da özlərini realizə edə bilsinlər.